Tanrıya inanmayan, dini kitabları olmayan Yaponlar əxlaq anlayışında zirvədə olan toplumlardan biridir. Onlar utanma duyğusunu hələ də təmiz saxlamaqdadır. Uşaq yaşlarından onlara öyrədilən utanma hissinin əsasında cəmiyyətə və digər insanlara qarşı məsuliyyət duyğusu dayanır. 2022-ci ildə Qatarda keçirilən Dünya Futbol Çempionatında Yapon azarkeşləri əllərində mavi rəngli zibil paketləri ilə həmin çempionatın simvollarından birinə çevrilmişdi. İspaniya ilə keçirilən oyundan sonra Yaponlar meydanın zibillənmiş hissələrini özləri ilə gətirdikləri zibil paketləri ilə təmizləyib getmişdilər. Yaponlar insanlara hörmətlə yanaşmaq məsələsində çox həssasdır. Bu hal xüsusilə yaşlılara, müəllimlərə və iş yerində özündən vəzifəcə yuxarı insanlara göstərilən hörmətlə özünü daha çox biruzə verir. Yaponlar başqalarına qarşı kifayət qədər nəzakətli və mədənidir. Gündəlik həyatlarında ən çox istifadə edilən təşəkkür edirəm, üzr istəyirəm kimi ifadələr bu mədəniyyətin aşkar təzahürlərindən biridir. Yaponlar təmizlik və səliqə məsələlərinə də həddən artıq məsuliyyətlə yanaşır. Küçələr, ictimai nəqliyyat və digər ictimai yerlərdə zibil atmamaq və ətraf mühiti təmiz saxlamaq barədə çox həssasdırlar. Məktəblərdə şagirdlər sinifləri özləri təmizləyir. Bu da təmizlik və səliqə anlayışını uşaq yaşlarından onlara aşılayır. Yaponlar həm də gördüyü işdən asılı olmayaraq öz işlərinə məsuliyyət və hörmətlə yanaşır. Zəhmətkeşlik və həqiqi məhsuldar iş görmək Yapon mədəniyyətinin təməlini təşkil edən sütunlardandır. İşçilər iş yerində axşam saatlarına qədər qalıb işləmək və üzərlərinə düşən işi ən yaxşı formada yerinə yetirməyə xüsusi həssaslıqla yanaşır. Cəmiyyət içərisində mədəni və səbirli davranmaq Yaponlar üçün vacib məqamlardan biridir. Şəxsi mənafeyə yox, ictimai mənafeyə üstünlük vermək cəmiyyətdəki mədəni səviyyəni qoruyub saxlamaq üçün ən vacib əxlaqi üstünlüklərdən biri kimi qorunub saxlanır. Yapon mədəniyyətində təvazökarlıq ən böyük əxlaq və kamillik nümunəsidir. Şəxslər uğurları və bacarıqlarını nümayişkaranə göstərmək əvəzinə sadəlöv olmağa üstünlük verir. Uğurlarını digər insanların görüb tərifləməsini gözləyirlər. Yaponlar qonaqpərvərlik barədə həddən artıq cömərtdirlər. Qonaqlarına qarşı həddən artıq nəzakətli davranır və əllərindən gələn köməyi göstərirlər. Yaponlar həm də dürüstlüyə çox önəm verir. Dünyada oğurluğun ən az olduğu ölkə Yaponiyadır.